Görün bu vurğun vurmuş kişimin şalvarının cibində nəsə qalmayıbdı. Ay Xaləddin, bək üstündə 50 manatın ola, mam zəngilivi lazımdır ona. Deyir pensiyon alan kimi küşünə qaytaracam mən Xaləddinə. Az atamın anamın görə haqqı 500 manat pulum var. Mənim pulum var, o olsa qurbandır, niyə vermirəm? Görürsənmi? O gün mən də pul istəyirəm, ma pul. Ay, mənim bu boz şalvarım arvad yuyur dəhsən. Az bax gör onun dal cibində pul var. Yox vallahi heç nə yox idi axı içində. Ağzına nə olur? Bax sən niyə elə danışırsan? Heç nə, tüşümü öldürürəm mən. Bu tüşümü dedim çəkdirəysə. Ver görüm şalvarı bura. Allah baxdı. Ha qardaş, bunun cibində pul. Xaləddin quşdamayıb borca pul istədi dedin yoxdur. Az 3-4 manat pul var deyə çayxanaya gedəcəydim ona görə. Əşuda cəhənnəm olsun, gedim. Bəs masaja getmirdik hamama, harda qaldı? Ay İdris, köpoğludur yalan deyən qanım itqanına dönəm. Pul nədir səndən gələm? Ay Xaləddin, kimdən danışırsan belə? Hara çağırırlar səni? Sestat çayxanaya deyir. Masaja getməliydik, ağlın getdi. Qoy sağ zəng eləyəcəm, dayan. Gəldim. Sən 3-4 gün bundan qabaq məndən 50 manat borca pul istəmirdin. Bu biri belə şeyə hardan daşıyıb doldurursan evə? Dünən bir ayını oyunu aldın, indi bir tərəz aldın. İndirimə düşmüşdü kiri, az danış, mənim pulum nə gəzir? Özümün də səhvim var, yoxsa sənin də ağzını cırardım. Rahat olun, güvənin bizə, inanın. TikTokda canlı yayımlara ən ucuz sifarişlə hədiyyələrin göndərilməsi. 1K 17 manat, şiir 510 manat, TikTok Universal 765 manat, 055 374 74 54-ün WhatsApp-ına yazın, dərhal sizə cavab verəcəklər və bütün paketlərlə sizi tanış edəcəyik. Ən ucuz jetonlar Rəşad Emin qardaşlarında olur. 055 374 74 54.